Təbabətdə bir qayda var. Təbabət monopoliyanı, inhisarı sevmir. Bu doğru da deyil, ədalətsizdir. Məsələn, bax, belə bir hadisə baş vermişdi. Mən 2003-cü ildə Türkiyədən urologiya ixtisasını qazanıb gələndə belə alındı ki, Azərbaycanda nefrostoma qoyan, yəni börəyi kənardan deşib börəyin içinə şlanq qoyan yeganə adam idim. Zaten ona görə də məni heç əskərliyə aparmadılar. Mənə həmən bron verdilər. Baxın, o zaman mən necə çıxır? Nefrostoma inhisarı məndədir. Yəni o an üçün Azərbaycanda nefrostoma qoyan yeganə insan mənəm. Yaxşı, o zaman belə bir şey çıxır. Əgər həkimlik sadəcə biznes olsaydı, nə etməliydim? Nefrostoma qoyulmasının qiyməti yuxarı olmalıydı, deyilmi? Amma təbabət qaydalarına görə belə deyil. Əgər sən müəyyən bir məsələdə inhisarçısansa, yəni təksənsə, mütləq o cəmiyyətin içərisində ən kasıbına görə qiymət qoyulur. Və bunu da biz yaşamışıq. Mərkəz klinikada o vaxt bu mümkün idi. Mərkəz klinikada bu məsələ ortaya çıxanda mən söylədim ki, bunun qiymətini bundan qaldırmaq olmaz. Mən deyən kimi zaten orada damsız peşəkar səhiyyə idarəçiləri idi. O dəqiqə mənimlə demək istədim, başa düşdülər. Amma 2009-cu ildə mən Gömrük Hospitala keçəndə Gömrük Hospital nefrostoma qoyulmasının qiymətini 2 dəfədən çox qaldırmaq istədi. Və o zaman yenə də mən hələ də Azərbaycanda nefrostoma qoyan yeganə insan idim. Belə alınmışdı, amma indi bu dəqiqə nefrostoma qoyan yüzlərlə insan var. Və mən o zaman bizim klinikanın direktoru Fikrət Qədiməliyevin yanına getdim. Dedim ki, baxın Fikrət müəllim, nefrostoma qoyulması həyat qurtaran bir işdir. Yəni, məsələn, gəlir bir uşaqlıq boynu xərçəngi, o qadın 4 ay sonra canını tapşıra bilər. Amma sən buna nefrostoma qoysan, bu 10 ay, 15 ay sürə bilər. Yəni, bunun həyatını artırırsan. Elə insan var ki, bu adamın problemi tam həll oluna bilər. Amma bu dəqiqə o həyatını qurtaracaq işi görmək mümkün deyil. Buna nefrostoma qoyursan, vaxt qazanırsan, sonra bunun məsələsini bir dəfəlik həll eləyirsən və bu adam yaşayır. Və biz bu məsələdə hələ də inhisarcı olduğumuz üçün mən buradakı qiymət artışını dəstəkləmirəm. Dedim və Gömrük Komitəsinin bir şəkildə qabağında bu məsələni qaldırdılar və nefrostoma taxılmasının qiyməti minimala düşdü. Gömrük Hospitalındakı standartlara görə hər qoyulan nefrostomaya görə Gömrük Hospitalı zərərə gedirdi. Amma yenə də onu o şəkildə saxladılar. Nə vaxta qədər? Məndən başqa həkimlər də nefrostoma qaymağa başlayana qədər. Artıq onlar qoyulana sonra tamam. Gömrük Hospitalı istədiyi qiyməti qoya bilər.